Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala hayr halqihi seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Bu günləri həftənin cuma axşamı günü Cenab-ı Allah'ın feyzi, bərəkəti cuma axşamında ustazların ruhaniyyətinin duası daim üzərimizdə olsun. Bərəkətlənmək üçün 3 dənə Peyğəmbərimiz Əleyhissalatu vesselamın hədisi şərifini zikr eləyək və çalışaq ki, Həzrət Rasulullahın bu sözləri qəlbimizə təsir eləsin və əməldə də Allah Teala bizim üçün bunu rahatlaştırsın. Amin. An Ebu Hureyre radıyallahu anh قال رسول الله sallallahu aleyhi ve sellem. Ebu Hureyre Peyğəmbər Aleyhissalatu vesselamdan belə hədis rəvayət eləyir ki, İnnəl abdə, bunda heç bir şübhə yoxdur ki, bir qul İza o vaxt ki əxtətə xətiətən, bir dənə günah eləsə, xəta eləsə, bir günah işləmiş olsa, nukitət fi qəlbihi, etmiş olduğu onun o xəta, o günah onun qəlbinə bir dənə ləkə salar. Yəni müminin qəlbi La ilahe illallah Muhammedun Resulullah kəlməsinin bərəkətinə ağappaqdır. Amma və lakin etmiş olduğu bir günah onun qəlbinə, ki Allah Teala'nı bilən yer haradır? Qəlb. Əşyanı tanıyan yer haradır? Baş. Başımızla, beynimizlə. Biz dünyanı, əşyanı tanıyırıq. Amma Allah Teala'nı bilən mərifət məqamına vasil olan yer qəlbdir. O qəlbə də bir dənə günah səbəbi ilə ləkə düşür. Və buyurur hədisin davamında Nuktətun səvda'u, bu ləkə qara bir ləkədir insanın qəlbində. Bir günah, bir ləkə. Fein huwa nəz'a, həmin qul, o qul birdən bu günahdan, işləmiş olduğu bu günahdan dönsə, peşman oldu, Cenab-ı Allah'tan qorxdu, utandı. Sonra neynəsə? Vəstəğfərə, və istiğfar etsə, yəni Allah-u Teala'dan bağışlanmağını diləsə və təbə və tövbə etsə. Suğlə qəlbəhu, həmin o istiğfar, həmin o tövbə onun qəlbini cilalayar, silər həmin o qara ləkəni. Və in adə zidə fiha, və əgər o qul həmin günaha bir də dönsə, həmin günahı təkrarlasa, nə olar? Zidə ziyadələşər həmin o ləkə fiha, orada, harada? Qulun qəlbində. Özü bir iş var, günah da maqnit kimidir. Azərbaycan dildə maqnitə nə deyirlər? Ahən, ruba. Maqnit kimi çəkir. Bir günah o biri günahı. Sonra bunu adamın heç ehtiyacı yoxdur, amma vərdişə çevrilir o adamda həmin o günah. Papirozdur ki, vərdişəm, içkidir, vərdişəm. Lağlağdır, deyirsən ki, başım getdi də, nə qədər danışırsan, deyir, vərdişəm. Otururlar, danışırlar qadınlar, deyirəm ki, qeybət eləyirsiniz də, danışmayın. Lab yaxın adamdır. Deyir, tam bəs nədən danışağı? Nədir? Vərdişdir. O bir günah elədi mi, əgər istiğfar eləməsə, tövbə eləməsə, nə olur? O ikinci günah eləyir. Bir-birini dartır günahlar. Və ziyadələşər həmin ləkə onun qəlbində. Hətta tə'lu alə qəlbihi, həmin o günah bütün qəlbi bürüyər. O ləkə bir-birinin dalınca gələ, bütün qəlbi bürüyər. Və huvə ranu, və o ləkə
onun qəlbini ələ keçirdər. Buyurmuş olar. Əlləzi zəkarallahu Teala. Necə ki Allah Teala bunu Quran-ı Kərimdə də zikr edir. Bu barədə bir xatırlatma eləyib bizlərə. Hansı surədədir? Mütəffifin surəsi 14-cü ayəti cəllədir. Nə buyurur Allah Teala? Buyurur ki: Estaizu billah, kella bel rana ala qulubihim ma kanu yaksibun. Kella xeyirdir. Bəl əksinə, ran ala qulubihim. Qəlblərini onların bürüyüb. Ma kanu yaksibun. O ləkələr onların qəlblərini bürüyüb, etmiş olduqları, kəsb etmiş olduqları əməllər səbəbi ilə. O əməlləri ki eləyir. Amma əməl nədən başlayır? Birini eləyir, tövbə eləmir, ikisini eləyir, sonra cəsarət tapır, sonra o işə vərdiş olur, sonra onun amalını bilir, olmaz. Axmaq işdir. Amma ki artıq onun müdafiəçisinə çevrilir. Həmin günahın və qəlb beləliklə həmin günahın təsirinin altına düşmüş olur. Və beləliklə nə əmələ gəlir? Burada bir hədis var, ikinci hədis, onu da oxuyum sizin üçün. Demək ki, deyirlər, filan kəsdir, arsız adamdır, biar adamdır. Ar sözü də ərəb sözü demiş, mən də bunu təzə bilmiş oldum. Hədisdə burada rast gəldi mənə. Ən Cabir radiyallahu anh qal, Peyğəmbərimizin sahabisi Cabirdən rəvayətdir. Qalə Rasulullah sallallahu aleyhi ve sellem, Peyğəmbərin belə dediyini bizlərə xəbər verir ki, İnnəl arə, heç bir bunda şübhə yoxdur ki, ar, utanmaq hissi, xəcalət çəkmək hissi, lə yəlzəmul mər'ə yevməl qiyaməti, qiyamət günündə bir qulu elə bürüyər ki, xəcalət, ar hissi, bütün ayıblar, bütün nöqsanlar, günahlar ortalığa çıxıb, dünyada bunlardan utanmayıb, dünyada bunlardan məsəl üçün istiğfarla Allaha dönməyib, inabı eləməyib, o düşünməyib və qiyamət gündə bunlar ortalığa töküləndə ar, bəndəni deyir, elə, adamı elə bürüyər ki, hətta yəqul, hətta o dünyada arsız olub, amma qiyamət günündə ara gələn adam, bax görsə ki, onun necə arını, abrını aradan aparır onun əməlləri, deyər ki, Ya Rabbi, li irsalikə bi ilən-nər əysəru aləyyə mimmə əlqa. Məni deyir, cəhənnəmə irsal elə, cəhənnəmə göndər, əysəru aləyyə mimmə əlqa. Mənim cəhənnəmə düşməyim hazırki bu vəziyyətimdən daha yaxşıdır. Hədisin dalınca deyir ki, və innəhu lə ya'ləmu mə fiyhə min şiddətil əzəb. Hansı ki, o adam cəhənnəmin şiddətindən də xəbərdardır. O bilir cəhənnəmdə nə əzab var. Allah-u Teala məsələn Quranda deyir ki, onlar deyir, sifətlərini deyir, yalo aparar, od yandırar. O yalovun, ateşin sifətlərini yandırma səbəbinə dəriləri çəkilər, dişləri bayırda qalar. O baş-ayaq eləyəndə, təmizləyəndə, yemək üçün ateşlə malın başını, qoyunun başını od vurursun, dərisi belə dartılır, dişləri qalır bayırda. Özümdən demirəm, amma Kəşfül Həqaiq hədisin, Kəşfül Həqaiq təfsirindədir bu Quran-ı Kərimdə. Cəhənnəm belə dəhşətli əzabları var. İlla həmimən və qəssaqa, içəcəkləri yoxdur, sərində duracaq yerləri yoxdur, qaynar sudan irindən başqa. O bilir ki, cəhənnəmə düşsə belə əzab olacaq. Amma məhşər meydanında, Allahın huzurunda biar dayanmağı, utanç hissi ilə dayanmağı onu elə yandıracaq ki, o deyəcək ki, cəhənnəmin ateşini də nəzərə alaraq deyəcək ki, ya Allah, məni cəhənnəmə göndər, mənim sənin huzurunda belə
utanc verici halda durmağım cəhənnəmdə yanmağımdan yaxşıdır. Daha doğrusu cəhənnəmdə yanmağım sənin qabağında belə xəcalətdə qalmağımdan yaxşıdır. Üçüncü hədisimiz. Ən Əbu Hureyrətə radiyallahu anh qal, Əbu Hureyre rəvayət edir ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər aleyhissalatü vesselam buyurur ki, innəl abdə, bunda şübhə yoxdur ki, qul le ya'məlu zəmbə. Bir qul deyir, günah işləyər. Günah da belə bir şeydir ki, heç kimin işləməmək ehtimalı yoxdur. Peyğəmbərlərin belə səhvi var. Amma günahları yoxdur. Allah onları məsum eləyib. Amma ki, onlardan başqa bütün bəndələr hamı azmı, çoxmu günah işləyirlər. Bir qul deyir, əgər ki, günah işləsə, feyza o vaxt ki, zəkərəhu o günahı xatırlasa, fikirləşsə ki, mən bu günahı işləmişəm, sonra mənim əhvalım ne cür olacaq? Mən Cənab Allahın huzuruna bu günahla nə deyib duracam? Bu mənim savablarımı aparsa və orada həbaan mənsura qalsam, yəni ki, əli boş qalsam, bütün salih əməllər hamısı puç olsa, batıl olsa, mənim əhvalım ne cür olur deyib bunu yadına salsa, zikirləsə. Əhsənəhu və bundan hüzünlənsə ki, özüm Allahla öz aramda abur həyamı apardım deyib hüzünlənsə, qəmgin olsa bəndə. Peyğəmbər əleyhissalam başqa hədisdə nə deyir? Deyir ki, mömindir, günah işləyəndə başına uçmaqda olan qayanın altında oturan kimidir. Ondan həyəcanlanır ki, bu nə günahdır mən elədim, niyə elədim? İstiğfar eləyir, tövbə eləyir, peşman olur. Qul haqqıdırsa gedir, halallıq alır, üzr istəyir. Allahın öz arasındadsa Allah'a inabə eləyir. Amma deyir, fasıq adam, günahlara vərdiş olan adam, öyle bir ki, günah işləyir, bir milçəkdir, qonur üstünə, uçub çıxıb gedir. Belə. Amma bu mömin neyinir? Günah eləyir. Amma günahı yadına salır, neyinir? Əhzənəhu, hüzünlənir etmiş olduğu günahdan. Və izə və o vaxt ki, nəzərallahu ileyhi, Allah-u Teala ona nəzər yetirir. Niyə? Qəd əhzənəhu, onun hüzünlənməsinə. Allah-u Teala bizə baxanda haramıza baxır. Məsələn, gedirsən, asan xidmətə bir sənədləşmə üçün, birinci səndən nə istəyir? Şəxsiyyət vərəqəsi. Ne üçün? Sənin şəxsiyyətini təsdiq edən şey sənin şəxsiyyət vərəqəndir. Şəklivə baxır, oradakı göstəricilərə baxır və sənin kimliyini müəyyənləşdirir. Bəs Allah-u Teala bizim kimliyimizi nədən müəyyənləşdirir? Bax, nə namazımızdan, nə orucumuzdan, nə zikrimizdən, nə paşpaltarımızdan, nə erkek dişiliyimizdən, nə hündür alçaqlığımızdan. Bunlar bizim şəxsiyyətimizi müəyyənləyən göstəricilər deyildir. İnsanın şəxsiyyəti bilinir ancaq onun qəlbinin əhvalından. Allah-u Teala bizə baxanda qəlbimizə baxır. Ki biz nə insanıq? Bizim qadın olmamıza, kişi olmamıza yox. Bizim qəlbimizin əhvalı nə yerdədir ona baxır. İndi burada nə deyir? Qul günah eləyər, peşman olar, məhzun olar, hüzünlənər. Allah-u Teala da baxar o qulun üzünə demir, əməlinə demir. Neynə? Qəlbinə baxar. İndi gör hədisin böyüklüyünə, Allah-u Teala'nın bizə qarşı olan mərhəmətinə bir dənə diqqət eləyir. Əlimizdəki şansa baxaq ki, hamımız günahkarıq, amma Allah-u Teala bizə nə tər şans verir. Demir, sən günah eləmişsən, bu boyda günah eləmişsən, bu boyda əməllə ki, mən səni bağışlayıb. Allah qəlbə baxır. Çünki hüzünlənmişsən. Qəfərə ləhu. Qəlbinə baxır ki, hüzünlənir, o günaha görə onu bağışlayır. Qəlbindəki peşmanlığa görə. Adam var, tövbə eləyir, gəlir yanıma, içkiyə tutan ki, tövbə eləyir. Amma canı ürəyi butulkanın içindədir. Gəlir, məsəl üçün, qumara tövbə eləyir, canı ürəyi o işin dalıncadır.
Oğurluğa tövbə eləyir, canı ki, o işin dalıncadır. Amma mömin elə olmur. Mömin əgər həqiqətən qəlbindən peşmandırsa, Allah-u Teala o peşmanlıq qəlbindəki əhvala görə onu bağışlayır. Ma sənə'a qablə ən yəxudə fi kəffarətihi bila səlati və la siyamin. Hansı ki Allah Teala namaz qılmağı, oruç tutmağı o adamın günahlarının bağışlanması üçün səbəb eləyib. Vəsilə eləyib ki, bu adam namaz qılsın, oruçsun. Hədisdə nə deyir Peyğəmbər Aleyhisselatü Vesselam? Deyir ki, iki namazın arasında işlənən günahlara kəffarətdir. İki cümə arasında işlənən günahlara kəffarətdir. İki Ramazan arasında işlənən günahlara kəffarət. Bu hədisdə deyir ki, heç namaza, oruca çatmamış, o adam heç namaz qılmadı, heç oruca gəlib çatmadı, oruç tutmadı. Amma onun qəlbindəki peşmanlıq hissi, bu adam həyasız adam deyil də, biar adam deyil bir hədisdə kimi. Bu adam aburlu adamdır. Eləyibsə də, bəndə də utanır, peşman olur qəlbində. Məsəl üçün, laf ailəsində olan söhbət, valideyni ilə, insanlarla, yolda, avtobusda, alıb satanda, bazarda, Allahın öz arasında, insanın öz arasında demir ki, ecəb eləmişəm. Deyir ki, Allah mənə tövbə qismət, çox peşmanam, gedir, üzr istəyir və s. kimi hallar eləyir. Qəlbində peşmandır. Hələ üzr istəməyib, hələ qəlbində peşmandır. Heç namaz da qılmayıb, heç orucu da gəlib çatmayıb. Allah onun qəlbindəki peşmanlığa baxır, qəfərə ləhu. Və onun günahlarını bağışlayır, heç namaza oruca çatmamış. Belə bir Allahımız var, əlhamdülillah. Belə bir şanslarımız var əlimizdə. Əvvələn Allah-u Teala bizə nüsrət inayət eləsin ki, günah eləməyək. Amma ki, bu çətin bir məsələdir. Allah Teala bizi günahla imtihana çəkir. Mələkləri günahla imtihana çəkmir. Bizi günahla imtihana çəkir. Ataullah İskəndəri rəhmətullah aleyh həzrətlərin bir sözü var. Deyir, heç günah eləməyib özü arxayın olmaqdansa, günahkar olub özü Allahın qabağında borclu utanğac bilməyən daha yaxşıdır. Allah da şahiddir ki, kiçikli, böyüklü, gizli, aşkar, hər nə ki səhvlər var, cümlə üsyan, cürmü üsyan bizdədir. Yunus Əmrə deyir hələ o vaxt. Deyir ki, cürmü üsyan bizdədir, lütfü ihsan səndədir. Biz Allah-u Teala'ya, hətta evliyalardan birisi vəfat eləyəndən sonra onu yuxuda görürlər. Şagirdləri, müridlər, xasmı özündən sonra qoydu, özü ayarında olan müridlər. Allah sənə nə elədi şeyxim deyəndə, Allah məndən soruşdu ki, mənim huzuruma nə ilə gəlmişsən, nə gətirmişsən? Mən dedim ki, bu qədər Quran xətmi dedi, qabul eləmirəm, bu qədər hac qabul eləmirəm, bu qədər namaz qabul eləmirəm, mənim üçün nə ilə gəlmişsən deyim. O da qayıtıb deyib ki, Allah Teala'ya, mən kimi bəndə sənə huzuruma nə ilə gələ bilər? Ancaq günah gətirmişəm. Etiraf edirəm ki, günahla gəlmişəm sənin huzuruma. Mən bəndəyəm, mənə bu günah yaraşır. Və Allah Teala onu bağışladı. Allah məni bağışladı bu sözümə görə. Çünki etiraf elədim. İndi hər hal ki, o evliya öləndən sonra peşman olmuyor. Dünyada ikən də yəni peşman olub ki, o sözü demək Allah Teala'nın nitqinə salıb. Bəli, Allah Teala günaha gedəcək həvəsləri qəlbimizdən çıxarsın, yolları bağlasın, günahlarımızı bağışlasın, doğru yoldan ayırmasın və oxuduğumuz hədislərlə əməlləməyi cümləmizə nəsib eləsin. Subhanəkə la ilmə lənə illə ma alləmtənə innəkə entəl alimul hakim və axir-i da'vanə və ahum ənəlhamdülillah rabbil aləmin. El-Fatiha.